Ananın nə olduğunu bilirsənmi? Ana insanlıq üçün mərhəmətin bir örnəyidir. Ana səbrin və əhvediciliyin canlı örnəyidir. Əgər ulduzlar işığını sənə şəlalə kimi yağdırsa, xoş rüzgarlar sənin vücuduna ətirlər səpsə, ananın sənə olan sevgisinin zərrəsini verməz. Ənəs radiyallahu anh dedi ki, Rasulullah sallallahu aleyhi ve sellem minbərdə ilk addımını atdı və amin dedi. Sonra ikinci addımını atdı, amin dedi. Sonra üçüncü addımını atdı və yenə amin dedi, oturdu. Rasulullah belə buyurdu. Cəbrail aleyhisselam yanıma gəldi. Yanında adı çəkilib də salavat gətirməyən bədbəxt olsun dedi. Mən də amin dedim. Allahım, Muhammedə başda və sonda salat və salam elə. Sonra belə dedi. Ana və atasının qocalıq vaxtına yetişib, onlara etdiyi yaxşılıq səbəbi ilə cənnətə girməyən kəs bədbəxt olsun. Mən də amin dedim. Ramazan ayına yetişib bağışlanmayan kəs bədbəxt olsun dedi. Sonra amin dedim. Allah subhanahu teala buyurur ki, biz insana ana və atasına xoş davranmasını əmr etdik. Anası onu necə əziyyətlə bətnində gəzdirdi və onu necə əziyyətlə doğdu. Onun ana bətnində daşınması və süddən kəsilmə müddəti 30 aydır. Onun üzərimizdəki yaxşılığı möhtəşəmdir. Onun məqamı yüksəkdir və Allahdan başqa kimsə ananın gerçək fəzilətini bilməz. Ana sənin kəlmələrin gözəl bir qoxudur. Qucağın istilikdir, səmimiyyətdir. Uca Allah səni qorusun. Sənin sevgin acılarımın dəvası həyatım üçün məlhəmdir. Sənin dualarınla çətinliklərim gedər. Ana həyatın baharı çiçəklərin rəngisən və sən ona görə çox dəyərlisən ki, bu dəyərli məqamı sənə uca Allah hədiyyə etmişdir. Bu dəyərli məqamı sənə uca Allah hədiyyə etmişdir.